gəlir. Başqa bir Azərbaycan təşkilatının nümayəndəsi söz alır. Və nə deyir? Deyir ki, o İranın bütövlüyünü qorumaq üçün təziyyəçilərə qarşı, yəni müstəqillik tərəfdarı olanlara, müəllifin özü kimi insanlara qarşı silah götürəcək. Bir dəqiqə, bu inanılmazdır. Yəni o öz soydaşlarına qarşı vuruşacağını deyir. Bəli. Bu müəllifin daxili parçalanma haqqında dediklərini nəzəriyyədən çıxarıb canlı, real və ağrılı bir problemə çevirir. Müəllifin cavabı da çox sərt və birbaşa olur. Təsəvvür edirəm. Deyir, hələ əlinizdə silah yoxdur. Burada belə qeyri-demokratik danışırsınız. Hakimiyyətə gəlsəniz nə edərsiniz? Bax, elə buna görə biz federalizmə inanmırıq. Çox güclü bir andır. Əslində deyir ki, problem nəzəriyyədə deyil, praktikadadır. Elədir. Əgər müxalifətdə belə bir-birinizi dinləmək istəmirsinizsə, hakimiyyətdə olanda necə ədalətli bir federasiya quracaqsınız? Sonra da o məşhur atalar sözünü işlədir. Hamını bəzər, özü lüt gəzər. Bu, bəzi Azərbaycanlıların öz xalqının haqlarından daha çox İranın bütövlüyü üçün narahat olmasına bir işarədir. Bu London hekayəsi bütün argumentin mikromodelidir. Elədir. Bəs federalizm bir tələdirsə və hətta müxalifət belə parçalanıbsa, o zaman müəllif çıxış yolunu nədə görür? Bu nöqtədə bir ümidsizlik hiss etmək olardı. Amma o, tam əksinə, daha da qətiyyətli bir tonu keçir. Necə? Onun gəldiyi nəticə budur ki, rejimin bütün zülmünə və daxili çətinliklərə baxmayaraq, Azərbaycanlı milli hərəkatı elmi və fəlsəfi prinsiplər əsasında güclənir. Onun ifadəsi ilə desək, xalq artıq oyanmışdır. Bəli. O, bu anı tarixi bir fürsət kimi görür və məsuliyyətin millətin taleyini həll etmək olduğunu deyir. Və yenə də Şimaldakı Azərbaycan Respublikası məsələsinə qayıdır. Çox maraqlı bir ritorik sual verir. Hansı sual idi o? Əgər Şimalda müstəqil bir dövlət olmasaydı, BMT-də bayrağı dalğalanmasaydı, Dünya Birliyi Güney Azərbaycanlıları bir millət kimi tanıyacaqdımı? Bu Şimaldakı dövlətin sadəcə bir qonşu yox, həm də bir kimlik və legitimlik mənbəyi olduğunu göstərir. Mətnin sonuna doğru onun argumentləri daha çox fəlsəfi və mənəvi bir xarakter alır. Bəli, siyasətdən insan taleyinə keçir. Deyir ki, insan dünyaya bir dəfə gəlir və ləyaqətlə yaşamaq onun haqqıdır. Soruşur ki, fallar nə vaxta qədər zindanlarda qalacaq, sürgündə yaşayacaq? Bu yolla o, mübarizəyə sadəcə siyasi deyil, həm də mənəvi bir haqq qazandırır. Və son hissə əslində birbaşa fəaliyyətə çağırışdır, iki çox güclü sitat gətirir. Biri ərəb atalar sözüdür. Tarix keçmişin təcrübəsi deməkdir. Təcrübə bir daha təkrar olursa, ona xəyanət deyilir. Mesaj çox aydındır. Eyni səhvləri, eyni uğursuz cəhdləri təkrarlamaq olmaz. Düşmənlərin sizi əzmək üçün istifadə etdiyi texniki vasitələrə sahib olduğunuz gün intiqamınızı ala bilərsiniz. Bu De Gaulle sitatı çox maraqlıdır. Bəli, çünki o, mübarizəni sadəcə bir iradə məsələsi kimi deyil, həm də bir texnologiya və hazırlıq məsələsi kimi təqdim edir. Yəni, söhbət təkcə haqlı olmaqdan getmir, həm də güclü olmaqdan gedir. Düzdür. Müasir dünyada bu, iqtisadi texnoloji və informasiya gücü deməkdir. Müəllif yazısını Güney Azərbaycanın coğrafi və iqtisadi əhəmiyyətini vurğulayaraq yekunlaşdırır. Onu zəngin, bərəkətli, Qərbə, Orta Asiyaya və Yaxın Şərqə açılan